Ya Allah, getdik. Şəkilə diqqətlə baxın. İlk olaraq nə görürsünüz? Onu deyim ki, bu test dəqiqliyinə görə çox seçilir. Və burada məqsəd nədir? Sizin uğura nail olmağınızda sizə mane olan nədir? Bunu araşdıracaq. Burada iki şəkil görə bilərsiniz. Ya çətir, ya da ki, insan selüiti. Əgər siz insan selüiti görürsünüzsə, sizə istədiyinizə nail olmaqda mane olan, belə deyək də, xalqın fikridir. Cəmaət nə deyər? Bunu eləsəm cəmaət mənə nə deyər? Belə bir addım atsam cəmaət mənə nə deyər? Sanki özünüzlə yox, cəmaətlə hesablaşırsınız. Və bu təbii ki, düzgün bir gediş deyil, düzgün bir yol deyil. Və nə vaxt ki, bu cəmaət nə deyər, xalqın sözü fikrindən uzaqlaşacaqsınız, onda da bax, uğura nail olacaqsınız. Yox, əgər çətir görürsünüzsə, sizə mane olan tələskənliyinizdir. Siz istənilən işə başlayanda ani bir uğur görmək istəyirsiniz. Anında, tez bir zamanda uğur görmək istəyirsiniz. Və bu tələskənlik sizə mane olur ki, belə deyək, bir analitik qabiliyyətinizi işə salasınız, hansı ki, sizdə çox güclüdür. Eyni zamanda keçmişdə buraxdığınız səhvləri də müzakirə edə bilmirsiniz özünüzlə. Sanki işə başlayan kimi gözləyirsiniz ki, nə oldu, bunun gəliri niyə gəlmədi? Və bu tələskənliyi qırağa qoysaz, ayıq başla analitik olaraq işlərinizə yanaşsaz, bu anda hər şeydə uğur qazanacaqsınız. Hə, bunu da deyim ki, bu test nəinki biznes fəaliyyətinə, eyni zamanda həyatda istənilən fəaliyyətə aid edilə bilər.